Kruzis.azın dəyərli dostları, müştəriləri, MSC Orkestra gəmisində 14-cü mərtəbədəyik və deməli Erotski adı altında bir disko zaldır. Axşam əyləncələri keçirə biləcəyiniz, eləcə də yol üstü deməli kids klubları var. Deməli, indi orada uşaqlar var, balaca uşaqlar var, çəkiliş etməyəcəm, amma bu şəkildə digər gəmilərdən bilirsiniz 0-3 yaş arasına daya xidməti var və 3 yaşından da yuxarı mini klub 3 ilə 6 yaş arası və junior klub 7 ilə 11 yaş arası günlük proqramları bu şəkildə anons olunur həmin girişdə. Deməli, təqib eləyən bir digər daha yuxarı yaş qrupunun əyləncəsi üçün açılırmı? Bağlıdır, amma buradan içərini göstərmək mümkündür sizə. Və təqibində deməli dans işçiləri, belə deyək, belə bir böyük bir diskotekadır. Axşamları əlbəttə ki, fəaliyyətdədir. Gəminin ən arxa bölümündədir. Bəzi çəkilişlərdə sizə bu məlumatı vermişdim. Biraz daha köhnə nəsil olanlar motor işləyəndə müəyyən qədər bir səs verə bilir. Eşidirsinizsə. Bax, belə bir böyük bir disko zalıdır. Axşamları gəminin arxasında və axşamları da kifayət edər xoş vaxt keçirmək mümkündür. Xüsusilə gənc və özünü gənc hiss eləyənlər diskoteka vaxtı deməli bu ümumi görüntünü mən sizə buradan belə və səhnə də bu şəkildə qarşıda. Baxın belə, və 14-cü mərtəbə dediyim kimi həmən çıxışda da virtual oyunlar bölümüdə hansı ki jetonludur və əlavə ödənişləndir. Demək olar ki, bütün bağlı məkanlarımı deyim, bir çox yerdə belə dezinfeksiya üçün qoyublar. Deməli, bu onsuz da pandemiya üçün deyil, bu pandemiyadan əvvəl də var idi gəmilərdə. Bu şəkil oyunlar əlavə ödənişləndir. Məsələn, təxmini oyun qiymətləri oyunumuz 3 evro 50 sent jetonla. Baxın belə. Hansı gəmilərdən nələri gözlədiyiniz vacibdir. Bu deməkdir ki, hansı gəmilərdən nəyi gözləyə biləcəyinizin məlumatları komandamız tərəfdən, mən tərəfdən sizə bildirilir. Ona görə ki, siz doğru qərarı verəsiniz. Dediyim kimi, digər videolarda, məsələn, bu gəmidə akvapark yoxdur. MSC Orkestra gəmisidir. Akvapark yoxdur, amma gənclərin və 0 yaşdan etibarən əylənə biləcəkləri şərait var. Bax belə.